أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. والنازعات غرقا والناشطات نشطا والسابحات سبحا فالسابقات سبقا فالمدبرات أمرا يوم ترجف الراجفة تتبعها الرادفة قلوب يومئذ واجفة أبصارها خاشعة يقولون أئنا لمردودون قلوب يومئذ واجفة أبصارها خاشعة يقولون أئنا لمردودون في الحافرة أإذا كنا عظاما نخرة قالوا تلك إذا كرة خاسرة فإنما هي زجرة واحدة فإذا هم بالساهرة هل أتاك حديث موسى هل أتاك حديث موسى إذ ناداه ربه بالوادي المقدس طوى هل أتاك حديث موسى إذ ناداه ربه بالوادي المقدس طوى صدق الله العلي العظيم. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على سيدنا ونبينا أبي القاسم المصطفى محمد صلى الله عليه وآله وسلم وعلى آله الطيبين الطاهرين المعصومين. قال الله تعالى في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. والعصر إن الإنسان لفي خسر إلا الذين آمنوا وعملوا الصالحات وتواصوا بالحق وتواصوا بالصبر. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي.
Allahümme kulli veliyyikel Hüccet ibnil Hasan salavatuke aleyhi ve ala abaih fi hadihi saati ve fi kulli sa'a veliyen ve hafiden ve qaiden ve nasiran ve delilen ve ayne hatta tusqinehu merdeke taba'a ve tumettiyahu fiha tabila. Allahümme accil veliyyikel ferece Mevlana sahibez zaman. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferecehum. La havle ve la kuvvete illa billahil aliyyil azim. Allah'a sonsuzlarla həmd olsun. Bu ayı dərk edib, bu ayı yaşayanlardanıq. Bu ayın mənəvi atmosferindəyik. Bu ayla öz balaca ruhiyyəmizlə, tutumumuzla istəyirik ki, bu aydan bəhrə aparaq, faydalanaq. Həqiqətən bu ay bizə çox şeyləri verdi. Bu ay bizə çox şeyləri öyrətdi. Bu ay bizə elə dərin məsələləri, elə bir mənəvi məsələləri bizə öyrətdi ki, ümid var bu ayın bizə verdiyi o əl çatılmaz nimətlərin vasitəsilə özümüzü qoruyaq, saxlayaq, Allahla yaşayaq. Ramazan ayının bizə verdiyi mühüm məsələlərdən biri insanın ruhunun tərbiyə olunmasıdır. Dini ifadə ilə, din termini ilə desək, insan ruhunun təskiyə olunmasıdır. Ramazan ayı bu məsələnin üzərində ciddiyyətlə dayanmaq, bu məsələni həll eləməkdə bu bir ay əsli hədəfi, məqsədi ruhun tərbiyəsi idi. Ruhun yəni saflaşması. O görürsünüz, gedirik su filtrə alırıq. Nə üçün? O suyu təmizləsin, saf, təmiz şəkildə bizə versin. Ki o sudan içəndə hər hansısa səhhətimizdə problem yaranmasın. İnsan ruhunun da saflaşmağa, təmizlənməyə ehtiyacı var, təskiyəyə ehtiyacı var. Necə ki, hədislərdə bu məsələyə vurğulunur ki, oruc bədənin zəkatı hesab olunur. Bədənin zəkatı orucdur. Ramazanla təskiyə arasında çox sıx bir əlaqə var. Ramazan dedikdə dərhal insanın zehniyyəti təskiyə mövzusuna yönəlir. Ramazan yəni ruhun saflaşması. Ruhun təmizlənməsi. Ramazan və təskiyə bir-birinə çox sıx bir əlaqəsi var. Mən istəyərdim əvvəla təskiyə məfhumunu siz əzizlərlə bölüşüm. Baxın, Quran-ı Kərimdə işlədilən ən mühüm məfhumlardan biri məhz təskiyə məfhumudur. Niyə deyirəm ən mühüm məfhumlardan hesab olunur? Çünki Allah Taala təskiyə məsələsinin üzərində dayandığı qədər, o məsələyə təkid etdiyi qədər, o məsələnin ciddiyyətini bizə başa saldığı qədər, digər məsələlərdə o qədər Allahın bir mənada həssaslığı yoxdur. Amma təskiyə məfhumu o qədər ciddi bir məfhumdur ki, həyati bir məfhumdur ki, mütəallı Allah bu məsələnin üzərində dayanır. Və Allah Teala buyurur ki, təskiyə məfhumu elə bir məfhumdur ki, məhz insan
kamilliyə çatmasının başlıca yolu təskiyədir. Məqsədlərdən biri təskiyədir. Təskiyədir ki, insanı səadət yoluna aparır, çatdırır. İnsan təskiyə vasitəsilə yaxşılıq və gözəlliklər vadisinə qədəm qoyur. Təskiyə ilə insan bütün gözəlliyi dərk edə bilir, bütün gözəlliklərə yol tapa bilir. Bütün gözəllikləri insan özündə o zaman ehtiva edə bilər ki, təskiyə onun həyatında mühüm bir ciddi məsələdir. Onun üzərində dayanır. Təskiyə məsələsinə diqqət eləməyən insan ruhundan bixəbər insandır. Ruhuna diqqətsiz insandır. Ruh məsələsi onun üçün heç bir həyati bir məsələyə çevrilməyib. Ona görə təskiyə məsələsi bizim həyatımızda ən ciddi, ən aktual bir məsələyə çevrilməlidir. Çünki bu bizim həyatımızın ən ciddi və həssas məsələsidir. Çünki Allah bizi yaradıb ki, kamal tapaq. Ruhumuz inkişaf eləsin. Həqiqətlərə yol tapaq. Ruh Allaha çatsın, Allaha qovuşsun. Bunun yolu təskiyədən keçir. Baxın, biz bəzən təskiyə ilə tərbiyə məsələsini qarışdırırıq. Düzdür, bu iki ifadə, iki məfhum bir-birinə yaxın məfhumdur. Amma təskiyə tərbiyədən daha fövqdə dayanan bir məsələdir. Niyə? Tərbiyə zahirən insan dilinə, gözünə, bu davranışlarına diqqət eləməsidir. Amma təskiyə isə daxilən insanın paklanmaq prosesinə deyilir. Təskiyə dedikdə, yəni insanın daxilən paklanması, həyatan tayyibə, pak həyata qədəm qoyması deməkdir. Ona görə təskiyə tərbiyədən daha geniş bir mənanı özündə əks etdirir. Çünki təskiyə birbaşa insanın daxili aləminə yönələn bir məsələdir. Ramazan ayının, bu mübarək ayın ən ciddi təsirlərindən biri insanın ruhunun təskiyə olunmasıdır. Niyə əzizlər, niyə bu qədər ciddi məsələdir? Çünki axı bu bir ay, bu mübarək ay bunun üçün gəlibdir. Bu ayın bizə üz gətirməyində başlıca səbəb bizim ruhumuzun təlim tərbiyəsidir. Və hədəf budur. Ona görə yaxşı olar ki, bu Ramazan ayında biz bu məsələyə daha çox ciddi yanaşaq. Niyə, əzizlər? Çünki bizim bir səlhi məsələlərimiz var, bir də dərin məsələlərimiz var. Bizim dərin məsələlərimiz daxildə baş verən hadisələrdir. Daxildə baş verən mühüm, insanı səadətə çatdıracaq, insanı ləzzətə qovuşduracaq məsələlərdir. Bu məsələləri də təskiyə öz öhdəsinə götürür. Təskiyə əlimizdən yapışır, deyir ki, nə qədər ruhuna diqqət eləsən, ruhuna baxım göstərsən, bağbanı olsan ruhunun, bu təskiyə vasitəsi ilə, bu baxıcılıq vasitəsi ilə ruhunda olan gözəllikləri, o mənəvi istedadları həm tanıyacaqsan, həm də o mənəvi istedadlar, o mənəvi gözəlliklər aşkar olacaq.
Artıq həyatdan, yaşayışdan ləzzət alacaqsan. Həyat sənin üçün bir ləzzət mənbəyinə çevriləcək. Çoxumuz bu həyatda yaşayırıq. Amma çoxumuz həyatı zövqlə, ləzzətlə yaşaya bilmirik. Niyə? Çünki hələ özümüzdə olan o mənəvi gözəllikləri, o mənəvi istedadları görməmişik, tanımamışıq, tapmamışıq. Ona görə biz həyatdan ləzzət ala bilmirik. İnsan özündə o mənəvi gözəllikləri tanıyanda və onları aşkar eləyəndə, biruzə verəndə artıq insan həyatdan ləzzət alır. Yaşayışından ləzzət alır. Həyatından, ömründən ləzzət alır. Bizim həyatımızı qaraldan ruhumuza, qəlbimizə günah çöküntülərinin varid olmasıdır. Günahın ora yığılmasıdır. Günahın qəlbdə qalmasıdır. Günahın qəlbdə qoyduğu izlərdir. Gərək ruhumuzdan, canımızdan bu günahları təzkiyə vasitəsilə çıxardaq. Bu da tədricən mümkündür. Birdən-birə mümkün deyil. Bəli, insan deyək ki, birdən-birə mən istəyirəm, çox ali bir məqama çatım. Bu mümkünsüz bir şeydir. Amma insan o istədiyi, Allahın qoyduğu o hədəfə, o nəhai hədəfə, nəhai ləzzətə, nəhai saadətə çata bilər. Allah insanın vücudunda bu potensialı qoyub. Sən özünü balaca bir varlıq bilirsən. Sən özün haqqında bu qənaətə gəlmirsən ki, mən bacara bilmərəm. Mümkün deyil. Bu sənin himmətsizliyindir, bu sənin mənəvi məsələlərə ciddiyyətsizliyindir, bu sənin özünə bədbinliyindir. Amma Allah sənin haqqında bu qənaətə gəlmir. Sənin haqqında Allah çox gözəl bir Allahın sənin haqqında yanaşması var. Ki, sən mənim qoyduğum, təyin elədiyim o hədəfə çata bilərsən. Çünki səndə mən bu potensialı qoymuşam. İnsan nə qədər Allahla olan rabitəsini, get-gəlini düzəltsə, Allahla olan bağlarını düzəltsə, insanın ruhunda iz qoyan bu günahlar tədricən insan ruhundan çıxacaq. Və insanın dünyada olan o bərbəzəyə olan bağlantıları kəsiləcək. Allahın hədəfi var ha. Allahın hədəfi budur ki, dünyanı sənin gözündə kiçilsin, özünü və uxrəvi məsələləri isə sənin gözündə böyətsin. Sənin gözündə o qədər uxrəvi məsələləri böyətsin ki, artıq sənin ən ciddi və həyati məsələn uxrəvi məsələlər olmalıdır. Uxrəvi məsələlərə daha çox ciddi yanaşanda insanın dünyası da öz səliqə səhmanına düşür. Sadəcə biz dünyanın, belə deyim də, dünya və onun bərbəzəyini, dünya işlərini o qədər gözümüzdə böyətmişik ki, o bizim üçün hədəfə çevrilib. Dünya alət olmalıydı. Hədəfə çatmaq üçün. Ondan istifadə eləməliydin. Amma dünya sənin üçün hədəf oldu. Dünya üçün daha çox çalışdın, səy elədin. Axirət isə unuduldu, yaddan çıxdı. Təbiidir ki, insan bu dünyada baş verən hadisələrdən, istər mənfi, istər müsbət, ruh bundan təsirlənir. İstər yaxşı əməllərdən, istər pis əməllərdən. İnsanın bu bağlılıqları, günahdan təsirlənən bu qəlb
səbəb olur ki, artıq insan öz hidayət nurunu itirir. Allah ayədə deyir də, biz onları nurdan zülmətə doğru apararıq. Yəni, hidayətdən zəlalətə. Amma bəzilərini isə zülmətdən nura doğru çəkərik. Yəni, onları hidayət eləyərik. Qaranlıqdan, zülmətdən nura doğru. Ramazan ayında biz istəyirik ki, qəlbimiz zülmətlərdən çıxıb nura doğru hərəkət eləsin. Nur Allah. Biz deyirik Allaha çataq. Buna görə də Ramazan ayı insan üçün böyük bir fürsətdir. Böyük bir fürsətdir ki, qəlbində olan bu zülmətlərdən nicat tapsın, xilas olsun. Nura doğru hərəkət eləsin. Ruhun o qədər paklaşdırsın ki, ruhun o qədər təmizləsin ki, Allahla olan əlaqəsini yenidən möhkəmləndirsin. Və bu Ramazan ayında necə ki Allah bizə sağlam qəlb, sağlam ağıl, sağlam fitrət vermişdi, bütün bu gözəllikləri yenidən möhkəmləndirə bilərik. Yenidən bunları həyata keçirdə bilərik. Çünki hədislər bunu söylüyor ki, Ramazan ayında Allah insanı elə bağışlayar ki, yenidən dünyaya gəlmiş bir insan kimi. Yəni, körpü uşaq necə pak, tərtəmiz dünyaya göz açar və o cür bağışlayar. Bu Allahın vədidir. Allahın da vədi doğrudur. Ramazan ayında elə həqiqi faydası budur ki, bizi paklasın. Bizə yeni bir səhifə açsın bizim üzümüzə. Ramazan ayı yeni bir səhifəni bizim üzümüzə açır. Yeni bir həyat proqramı bizə verir ki, Allahla yaşamaq mümkündür. Ramazan ayı bizə bunu başa salır ki, Allahsız yaşamaq çox çətindir. Çox çətindir. Allahsız yaşamaq üçün hər bir günaha, hər bir cinayətə, hər bir zülmə, hər bir insansızlığa, vicdansızlığa əl atmalısan. Özünü o qədər kiçiltməlisən. O qədər dəyərdən düşməlisən, həm insanlar içində. Günah ilə tək elə Allahın gözündən insan salmır ki. Günah edən insan insanlar içində də, ailə içində də, dost yanında da, qohum əqrəbə içində də gözdən düşür. Bütün bu deyilən cinayətlərə əl atmalısan ki, Allahın gözündən düşəsən. Bu Ramazan ayından fayda aparmayasan. Amma Ramazan ayında Allah Teala buyurur ki, mən səni bağışlayıram da. Çünki əvvəlini rəhmətlə bağışladım, ortasını məğfirətlə, sonunu da cəhənnəm odundan, atəşdən xilas olmaqla. İndi bu ayda özünü o qədər ciddiyə al ki, sən ey insan, ey bəndə, sən özünü o qədər ciddiyə almalısan, özün üçün o qədər maraqlı bir varlığa çevrilməlisən, o qədər dəyərli bir varlığa çevrilməlisən ki, özünlə çox zərif, incə rəftar eləməlisən. Çünki səndə elə bir həssas yerlər var ki, o həssas yerlərdən biri sənin qəlbindir. Bu bir mövzulara toxunmuşam, insanın dili, gözü. Mühüm, həssas olacağın məsələ sənin qəlbindir. Bunda çox həssas rəftar eləməlisən. Qəlbindən müğayət olmalısan. Ramazan ayında gəlin yersiz arzularımıza yox deyək. Yersiz bağlantılarımızı qıraq. Çünki bunları azaltmasaq, bunları qırmasaq, ruh təskiyə olmayacaq, ruh saxlaşmayacaq. Ruh Allaha can atır, amma ruhun qarşısında müəyyən maniyələr var. İmkan vermir Allaha çatsın, Allaha sarılsın.
Amma ruh nə qədər saflaşsa, insan iki əllə Allaha sarılır. Allahın ağuşunda özünü hiss eləyir. Allahın nəvazişini hiss eləyir. Allahın rəhmətini hiss eləyir. Ona görə hədislər bizə bunu başa salır ki, oruc bədənin zəkatıdır. Niyə? Çünki orucda həm yemək, içmək azalır, maddiyyata olan bağlantılar azalır. Həm də bədənin sağlamlığı ilə yanaşı ruh o dünyaya olan bağlantıların azlığı ilə artıq ruh qidalanır Allahdan, zikirdən. Bəli, bəziləri Ramazan ayına bu cür səthi yanaşır. Necə? Məsələn, Ramazan ayı sağlamlıq üçündür. Bədənin sağlam olmaq. Bəli, hədis də buna toxunur. İşarə edir ki, bədənin zəkatı orucdur. Amma bu ibtidai bir məsələdir. Ramazan ayının hədəfi budur ki, sənin qəlbini saflaşdırsın. Sənin ruhunu saflaşdırsın. Əziz Peyğəmbərimiz buyurur ki, hər şeyin bir zəkatı var, amma bədənin zəkatı orucdur. Bədənin zəkatı orucdur. Bu bir ayda Allah istəyir ki, nəfsimizə, heyvani hisslərimizə, şəhvətimizə qalib olaq. Nəfs, şəhvət bizi kontrol eləməsin, ağlımızı, fitrətimizi, qəlbimizi kontrol eləməsin. Əksinə, bu bir ayda Allah istəyir ki, ağıl, fitrət, qəlb nəfsə hakim olsun, şəhvətə hakim olsun, nəfsani istəklərə hakim olsun. Və Ramazan ayının ali hədəflərindən biri budur. Amma Ramazan ayını ancaq və ancaq imsak, iftara qədər yeməyim, içməyim, bunu görsək, bunu anlasaq, Ramazan ayından yaxşı fayda aparmamışıq. Ramazan ayını mənəvi istifadə eləməmişik. Oruc təkcə bədənin deyil, insan ruhunun təskiyəsidir. İnsan ruhunun paçlanmasıdır. Amma bu saflaşmanı, bu təskiyəni bu aya daha dərin düşüncə ilə yanaşanlar üçündür. Bunlar hikmətli, əzimkar insanların bu Ramazan ayında qarşıya qoyduqları proqramla həyata keçir. Bu Ramazan ayında mənəvi proqramı olmayan insan bu Ramazan ayından fayda apara bilməyəcək. Aparsa da çox az aparacaq. Çox az. Amma bu Ramazan ayının həqiqi bu ziyafət süfrəsinin qonaqlığında iştirak edənlər o kəslərdir ki, onlar bu bir ay mənəvi ayda özləri üçün müəyyən bir mənəvi proqram cızdılar. Mənəvi proqram hazırladılar və bu proqram üzrə səy elədilər, çalışdılar ki, ruhlarını tərbiyə eləsinlər. Məsələn, şəri hökmlərə riayət eləmək, ibadətlərinə, müstəhəbbə əməllərə riayət eləmək, bunlar insanın ruhunun paklaşmasında, saflaşmasında çox ciddi təsir göstərir. Və Allah bu deyilən qayda qanunları öz səmavi kitabında, peyğəmbərlərin göndərilməsində bizim üçün bu məsələləri asanlaşdırır. Yəni, bizim üçün bir müəllim göndərib. Peyğəmbər sallallahu aleyhi və səlləm bu bəşəriyyətin müəllimidir, mənəvi atasıdır. Ruhun həkimidir.
Allah bilir ki, insan üçün ən ciddi məsələ ki, ruhun təmizliyidir, ruhun saflaşmasıdır. Və bu məsələ çox mürəkkəb bir məsələdir. Hər insan bunu özü tək tənha öhdəsindən gələ bilməz. Çünki insan daxili çox gizli bir aləmdir. Hər insan bu daxili aləmə yol tapa bilmir. Gərək bu yolun yolçusu olasan, bu yolu qət eləyən olasan. İnsan asanlıqla bu məsələləri anlaya bilməz. Niyə? Yaxşı, qapı üzümüzə bağlıdır. Yox. Allah ilahi övliyalar göndərib ki, görün bu Allahın rəhmətinə. Necə heyran olmayasan belə bir Allaha. Allah insanı yaradıb çəkilib qıraqda durmuyor. Bilir ki, insan ona can atır, ona qovuşmaq istəyir. Və özü də bunu tək, tənha öhdəsindən gələ bilməz, bacara bilməz. Allah kamil insanlar göndərib, ilahi övliyalar göndərib, peyğəmbərlər, məsum imamlar, səmavi kitablar ki, bizim əlimizdən yapışsın. Bu mürəkkəb, bu çətin məsələdə bizim əlimizdən yapışıb Allaha çatdırsınlar. Bu məsələ elə ciddi bir məsələdir ki, Allah Teala bu məsələni bizə başa salır. Quran-ı Kərimdə Cümə surəsində Allah Teala buyurur ki, biz Peyğəmbəri seçdik. Nə üçün? Və yüzəkkihim və yuallimuhumul kitəbə vəl hikmə. O sizi təzkiyə eləsin. O sizə təlim versin. O sizə kitabı öyrətsin. O sizə hikmət öyrətsin. Amma görürsüz Allah Teala kitabı, hikməti axıra aparır. Əvvəl müqəddəmdir nə? Təzkiyə. Tərbiyə olunmasan, ruhun saflaşmasa, o kitabdan, o hikmətdən heç bir fayda apara bilməyəsən. Peyğəmbərin varlığından heç bir fayda apara bilməyəcəksən. Həzrəti Əlinin o əzəmətli adı, ruhiyyəsi sənin qəlbinə nüfuz eləyə bilməyəcək, sirayət eləyə bilməyəcək. Çünki o qəlb istənilən bir qəlb deyil, çəkiciliyi yoxdur, cazibəsi yoxdur. Ona görə ariflər buyurur ki, ariflərin şəxsi təcrübəsi bunu göstərir ki, yalnız arif şəxslərin təcrübəsinə əsaslanmır bu məsələlər. Əksinə, onun kökü Quran-ı Kərim ayələrində və məsum imamların rəvayətlərindədir ki, onlara öz belə deyim, ixtiyarımızla özümüzü təqdim eləməliyik. Allahın kitabına, peyğəmbərlərə, ilahi övliyalara. Çünki onlar bütün ariflərin ustadıdır. Bütün kamal yolunu qət eləyənlərin ustadlarıdır. Onlar həkimdilər. Biz isə xəstəyik, ruhumuz xəstədir. Gərək o həkimin ixtiyarına qoyaq ki, bu qəlbi müalicə eləsin. Onlar bu qəlbin reseptini bizə verir, müalicəsini bizə yazır verir. Və bizə də kömək edirlər ki, necə əməl edək. Baxın, mütəal Allah Ramazan ayını öz müqəddəs kitabında bir ay bizə vacib etməsinin bir başlıca səbəblərindən biri budur ki, bu mürəkkəb olan ruhun saflaşmasında, tərbiyəsində bu bir ay çox mühüm rol oynayır. Bu bir ay sənin qəlbində islahat işi görə bilər. Yəni bu bir ay qəlbin paklanması və ruhun oyanma ayıdır.
Ruhu biz öldürmüşük. Biz ruhu həlak eləmişik. Ruh Allahdan təsirlənə bilmir. Allah zikrindən təsirlənə bilmir. Riqqətə gələ bilmir. Amma bu bir ayda, Ramazan ayı bizi elə bir təlim, tərbiyə arxasında əyləşdirir ki, artıq Subhanallah, Allah kəlməsi, Allahı yad eləmək qəlbdə öz təsirini qoya bilir, qəlbi titrədə bilir, qəlbi riqqətə gətirə bilir. Bu bir ayla qəlbin dirilməsini əldə edə bilərik. Zikirdən aldığı nəticələri əldə edə bilərik. Əziz Peyğəmbərimiz buyurur ki, təzkiyyətün nəfs yəhsilu bis-siyam. Oruc vasitəsilə nəfsiniz təmizlənməsi əldə olunur. Baxın, çox gözəl bir kəlamdır. Oruc vasitəsilə nəfsiniz paklana bilər, təmizlənə bilər. Yəni, insan hidayəti üçün, insanın saadətə çatması üçün, insanın ləzzətli və zövqlü yaşaması üçün Allah bütün vasitələri töküb qarşıya. Və bu bir ayda biz nələri yaşamadıq? Hansı mənəvi atmosferdə olmadıq? Quranla yol yoldaşı olduq, Peyğəmbərlə yol yoldaşı olduq, Əhl-i Beytə yaxınlaşdıq. Dua və münacatlarla Allaha tapındıq. Səhərləri istiğfar, gecələri istiğfar. Quran oxumağa can atdıq. Görün, nə qədər gözəllikləri bizə yaşatdı. Yəni, bütün həyatımızın hər bir anı, o boşluqlar Allahla doldu. Quran-ı Kərim, bu ayəni mən dedim, yenə bu ayəni oxuyum, çox gözəl ayədir. Allah Teala Peyğəmbərlərin ən mühüm hədəflərindən biri insanların təlim tərbiyəsidir. Bir ay Ramazan kifayət eləmir. Allah deyir, Peyğəmbər də onun yanında olmalıdır. Peyğəmbərin varlığı, onun təlim tərbiyəsi, onun verəcəyi resept çox mühümdür. Ona görə Peyğəmbərlərin göndərilməsinin hədəflərindən başlıcası, mühümü insanların nəfsini tərbiyə eləməkdir. Peyğəmbər gəlir bizim qəlbimizi bu bərkimiş, qəsavət bağlamış, günahla həlak olmuş bu qəlbi Allah zikri ilə, Allah muizəsi ilə dirildir, tərpədir. Bu bir ay olmasaydı, bu Peyğəmbərin varlığı olmasaydı, bu qəlb tərpənməzdi. Peyğəmbər insanların qəlb və ruhlarını paklaşdırır. Ondan sonra hikməti və kitabı öyrədir. Pak olmayan qəlbə heç bir kitab, heç bir hikmət, heç bir muizə, nəsihət təsir eləməz. Paklıq əldə edən insan hikmətdən, muizədən təsirlənə bilər. Peyğəmbərin zamanında bir nəfər Peyğəmbərin gətirdiyi dinə iman gətirdi. Peyğəmbərdən bir sual elədi. Dedi, ya Peyğəmbər, canım sənə qurban. Bir sualım var. De görüm, mən günah edən zaman Allah məni görürdü. Əziz Peyğəmbərimiz, bəli, Allah insanların qəlbindən keçəndən də agahdır. Deyir, o qədər utandı etdiyi günahlara görə, o cinayətlərə görə. O qədər utandı, həya elədi ki, ürəyi dayandı, öldü. İnsan nə qədər ki, Allahdan həya eləmir, nə qədər ki, Allahdan utanmır, günah müqabilində. Günahı Allahla dəyişir, həya eləmir, İnsan ruhu saflaşmayacaq. İnsanın ruhunun saflaşma, təmizlənmə səbəblərindən biri Allahdan həya eləməsidir.
İnsan günah qarşısına çıxanda Allahın qüdrətindən, onun əzəmətindən həya eləməlidir. İnsan nəfsinin saflaşması, paklanması insanın səadətinin əsas şərtlərindəndir. Quran-ı Kərim özü buyurur ki, qad əfləhəl müminun. Möminlər nicat tapacaq. Qad əfləhə mən zəkkaha. Nəfsini təskiyə edənlər nicat tapacaq. Allahu Əkbər. Nəfsini tanıyan, nəfsinə arif olan, nəfsini təmizləyən, paklaşdıran nicat tapacaq. Əksinə Allahla əhd peymanlarını pozanlar, Allahı unudanlar, onlar Allah Teala buyurur ki, Quran-ı Kərimdə Allahın əhdini az bir dünya mənfəəti müqabilində satanlar ahirətdə heç bir paya sahib olmayacaqlar. Heç bir paya. Allah Quran-ı Kərimdə dünyanı olduğu kimi bizə tanıdır. İç yüzünü bizə çözür. Buyurur ki, həyat-ı dünya qəlil. Dünya həyatı çox azdır. Və dərul axirətu əbqa. Amma axirət həyatı isə əbədidir, çoxdur. Çoxu qoyub aza niyə qane olursan ki? Allah bütün gözəlliklərin məhzəridir, özüdür. Sən bütün gözəlliklərə niyə arxa çevirirsən? Fani olan dünya üçün özünü həlak eləyirsən? Axirət övladı ol. Dünya ilə özünü həlak eləmə. Ardıca hədisin buyurur ki, ayədə ardıca buyurur ki, Allah qiyamət günü onlarla danışmayacaq. Bax, bundan daha ağırlı və acılı əzab yoxdur. Allah bəndəsi ilə danışmaya, onunla kəlmə kəsməyə. Yəni, görün Allahın nə qədər zəhləsi gedən, nə qədər ona qəzəb etdiyi bir bəndəsi ki, Allah bizlə kəlmə kəsməsin. Onlara baxmayacaq. Yəni, rəhmət gözünü, rəhmət baxışını onlardan kəsəcək və onları pak etməyəcək və onları paklamayacaq. Onlar üçün ağırlı bir əzab vardı. Siz Allah görürsünüz bu ayə nə qədər ciddi məsələləri bizə başa salır. Əgər istəyirsənsə, dünyada həqiqi mənfəət əldə eləyəsən, onu Allahda axtar, Allah zikrində axtar, Allahı yad eləməkdə axtar. Dünya mənfəətinə çox bağlanma. Dünyanı elə abad eləmə ki, axirətin əldən çıxsın. Yəni, axirətini dünyaya satma. Satılası bir şey deyil. Yekun nəticə olaraq ağ kəfənə, ağ parçaya bükülüb, lümlüt o parçada qəbr evinə qoyulacaqsan. Heç nə aparmayacaqsan. Amma bu qəlbdə nə yığmısansa, nə gözəlliklər varsa, nə yaxşılıqlar varsa, bununla özünü aparacaqsan. Dünyadan heç nə aparmayasın. Ona görə bundan müğayyət ol. Bundan müğayyət ol ki, Allah öz rəhmət baxışını səndən kəsməsin. Elə bir iş gör ki, Allahın rəhmətini özünə cəlb elətdir. Elə bir iş gör ki, Allahla danışmaq tövfiqatını əldə elə. Əgər Allahla kəlmə kəsə bilmirsənsə, Allahla danışa bilmirsənsə, Allahla xəlvət eləyə bilmirsənsə, bu sənin üçün ən ağır əzabdır. Bundan daha böyük əzab yoxdur. Həzrəti Musa Allahla danışmağa gedəndə, Musa Kəlimullah,
Səhv etməsəm Musa peyğəmbər. Deyir, bir günahkar çıxır qarşısına. Deyir ki, Allahına denən ki, sən heç bir şeyini istəmirəm. Nə istəsən varımdır. Dünya, hər şey varımdır. Ona möhtac deyiləm. Peyğəmbər utanır Allaha bu sözü desin danışanda, Allahla münacatda. Allahdan səs gəlir ki, ya Musa, ona denən ki, onun üçün ən ağır əzab vermişəm. O ən ağır əzaba düçar olub. O da budur ki, o mənimlə danışa bilmir. Mənimlə münacat edə bilmir. Bəli, insanın Allahla razı niyaz eləməməsi, Allahla kəlmə kəsməməsi onun üçün ən ağır əzabdır. Bu Ramazan ayında görürsünüz, Ramazan ayı səhərdən axşama qədər günün duaları, namazlarda oxunulan dualar, Əbu Həmzə Sumali duası, İftidah duası, Covşəni Kəbir duası, görürsünüz, münacat. Allah istəyir ki, ondan kəlmə kəsək. Onunla münacatın şirinliyini dadaq. Allahın ləzzətini, onun münacatının şirinliyini dada bilsək, günah bizim üçün zəhər və zəqqutuna çevriləcək. Biz hələ ki Allahın zikrinin şirinliyini, Allahın ləzzətini ruhən, qəlbən dadmamışıq. Ona görə günah bizim üçün şirindir. Dünya bizim üçün şirindir. Qeybət bizim üçün şirindir. Yalan bizim üçün şirindir. Naməhrəmə baxmaq bizim üçün şirindir. Niyə? Çünki Allahın ləzzətini dadmamışıq. Onun zikrinin şirinliyini dadmamışıq. İnsan bu Ramazan ayında çox çalışmalıdır. Özü üçün yaxşı bir mənəvi atmosfer yaratmalıdır ki, bunu Allah özü yaradıb, biraz da sən bunun üstünə öz ibadət və zikirlərinlə, münacatınla bir əlavə elə. Buyurur ki, vəstəinu bis-sabri və-salah. Səbir və namaz vasitəsilə Allahdan kömək alın. Baxın, biz çox, belə deyim, incə məsələlərdir. Biz bəzən müəyyən sıxıntılarımızı ancaq və ancaq maddi şeylərdə görürük. Və ona görə də o şeylərə olan bağlantımız, asılacağımız daha çox olur. Ancaq qaçırıq o maddi vasitələrə. Və kimə gəldi, hara gəldi müraciət edirik. Baxmırıq kimin qapısını döyürük, baxmırıq kimdən istəyirik. Amma mütəal Allah gözəl bizə bir proqram verir, həyat proqramı verir. Buyurur ki, hər hansı sıxıntı və çətinliyin olduğu namaz və duadan kömək al. Yəni sənin kömək və sığınacaq yerin səbr olsun. Amma necə bir səbir? Oturub gözləmək yox. Dua və münacat. Namaz qıl və dua elə. Və bu səbrinin nəticəsi hasil olacaq. Əgər Allahı səsləsən, Allahı çağırsan ki, Allah özü istəyir onu çağıraq. Duani əstəcib ləkum. Çağırın, məni çağırışda cavab verin. Əgər bütün varlığınla, səmimiyyəti ilə Allahı çağırsan və ondan kömək diləsən və namaz qılıb dua eləsən, nəticəsi qaçılmazdır. Rəvayətlərdə gəlib ki, o ki deyir, məsələn, vəstəinu bis-sabri və-salah, səbir. Səbir deyir, sözünün mənalarından biri budur ki, oruc. Oruc səbir deməkdir. Baxın, bu orucluq bütün hər şeyi alıb öz öhdəsinə.
Sənə səbirli olmağı oruc öyrədir. Yəni insan oruc vasitəsilə səbir qazanır və nəfsini tərbiyə edir. Bu səbir vasitəsilə insan öz nəfsini tərbiyə edir. Əziz möminlər, bu mövzunu inşallah mən davam eləyəcəm, amma istəyərdim sonda Həzrət Əmir əl-Müminin Əli əleyhissalama zikr müsibətimiz olsun. Mübarək aydı, əzəmətli aydı. Məsum imamlara, ilahi övliyalara təvəssül eləmək, onlara Allah dərgahında vasitəçi qərar vermək, insan qəlbini nuraniləşdirir, insanın hacətlərini, dualarını rəva eləyir. Və bu gün gedək ağamız, Mövlamız Həzrət Əmir əl-Müminin qapısına. Elə bir əli ki, əziz Peyğəmbərimiz buyurur ki, zikru aliyyun ibadə. Əlini zikr eləmək ibadətdir. Allahu Ekber. Başa düşürsünüz nə deməkdir bu? Yəni əli zikri qəlbdə nuranilik yaradır. Qəlbi kamala doğru sürüklüyür. Çünki əziz Peyğəmbərimiz buyurur ki, əlini sevən məni sevər, məni sevən Allahı sevər. Əlinin sevgisində Allah hərarəti, Allah sevgisi yatır. Kim əlini sevsə, ona qəlbən bağlansa, görəcək ki, o əlinin əzəməti nə qədərdir. O əli nəyə qadirdir? O əli bu qəlbdə nə işlər görə bilir? Allah peyğəmbərlərə və ilahi övliyalara elə bir nuraniyyət verib, elə bir ixtiyar verib ki, insanların qəlbini hərəkətə gətirə bilir. İnsanların qəlbini məhz onların ixtiyarına qoyub. Amma belə bir əlini bu ümmət tanımadı. Belə bir əlini bu ümmət tanımadı. Bu əlini evdə həbs elədilər. Bu əliyə o qədər zülm elədilər ki, bu əli gedərdi, başını salardı quyuya, bütün dərdini quyuya danışardı. Bu əli o qədər məzlum oldu. O qədər məzlum oldu. Allahdan öz ölümünün tezləşməsini istədi. Dedi, ilahi ta yoruldum bu ümmətin əlindən. Görürsünüz, bəzən cəmiyyətdə elə bir nüfuzlu, elə bir mənəviyyatlı insan tanınılmayanda, hörmət edilməyəndə nə qədər insanın qəlbi narahat olur. Tanıyırsan axım kimdir, necə bir mənəviyyata, necə bir hikmətə sahibdir. Amma Mola Əli o əzəmətli imam məzlum qaldı, tək tənha qaldı. O ki, Həzrət Əmir əl-Müminin evinə hücum çəkdilər. O məlunlar, birinci və ikinci. Həzrət Əlinin evinin qapısını qırdılar, od vurdular. Daxil oldular evə, Əli əleyhissalamı, o Allahın aslanı, qüdrəti olub, gücü olub, Allaha görə, Peyğəmbərin sifarişinə görə səbr eləyən Əli. Necə bir səbir, belə bir səbir. Qüdrətlinin, qüdrətli bir kişinin qüdrəti ola-ola onun evinə hücum etmək çox çətindir. Həzrət Əli ona görə Nəhcül Bəlağada buyurur ki, mən elə səbr elədim ki, gözümdə tikan, boğazımda sümük və gözümü yuma bildim.
udqula bildim. Daxil oldular evə. Həzrət Əlinin əl-qolunu bağladılar. Əmmaməsiz, əyəxyalın, əbasız sürdülər, çəkdilər, apardılar məscidə. Yolda bir yahudi gördü. Bir yahudi rast gəldi. Dedi, bu Peyğəmbərin dediyi Əlidir, bu Peyğəmbərin qardaşı. Bu o Əlidir ki, bir zərbə ki vurdu Əmr ibn Əbdəbədə. Peyğəmbər dedi, ya Əli, sənin bu vurduğun zərbə ta qiyamətə qədər insanların, cinlərin ibadətindən üstündür. Cəbrail ki göydə fəryad edirdi, Əlidən başqa igid yoxdur, Zülfüqardan başqa qılınc yoxdur. Bu Əlidir, bunu sürüyüb aparırsınız. Dedilər, bəli, o Əlidir. Dedim, mən bu Əlinin ki görürəm, tanıdığım bu Əlidirsə, bunun əllərini Allah bağlayıb. Heç bir qüdrətlinin gücü, qüdrəti çatmazdı bu Əlinin qollarını bağlasın. Əgər bunu əlin qolun bağlayıb sürüyə aparırsınızsa, Allah bu Əlinin qolunu bağlayıb. Yəni, Allaha görə Əlinin səbridir. Amma qurban olum ruhu və Mövlacı. Əllamə Əmini, Əl-Qədir kitabının müəllifi, o böyük şəxsiyyət deyir ki, əgər boynumda tədris etmək, tələbə yetişdirmək, dərs demək olmasaydı vəzifəsi, çəkilərdim bir səhralığa, bir balaca xeymə qurardım. Ömrümün axırına qədər o xeymədə məzlum Əli deyib ağlayardım. Əlinin məzlumiyyətini ağlayardım. Amma o Əli qurtuldu, nicat tapdı, xoşbəxt oldu. O mübarək başına zərbə dəyəndə dedi, Fuztu və Rabul Kəbə, and olsun Kəbənin Rəbbinə ki, Əli qurtuldu, nicat tapdı, xoşbəxt oldu. Həsən Hüseyin Həzrət Əmir Əl-Muminini gətirdi məsciddən evə. Evə çatanda dedi, oğul Həsən, oğul Hüseyin, məni düşürdün yerə, evə özüm daxil olum ki, Zeynəbin ürəyi tab gətirməz mənim bu halıma. Həzrət daxil oldu evə. Zeynəb ağladı, fəryad elədi. Amma məzlum Əli ömrünün axırında tövsiyə elədi. Həsənə dedi, oğul Həsən, nə badə yetimləri yaddan çıxardasan. Nə badə yetimləri yaddan çıxardasan. Ona görə qusul verəndə Həzrət Əmir Əl-Müminin çiyinləri qabaratmışdı. O gecələr xurcunu çiyninə alardı. Yetimlərin bircə qapısını döyüb, onlara nəvaziş eləyib təam verərdi. Və lənətullah aləl qavmiz zalimin. Allahümmə inna nəsalükə və nədğuk. İsmikəl əzimil əzəm və əcəllil əkrəm. Və bihaqqı Əli, ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah. Ya Allah, ya Allah, ya Allah. Ya Rahman, ya Rahim, ya müqəllibəl qulub. Səbbit qulubənə alə dinik. İlahi sənə ant verirəm, Həzrət Əmir Əl-Müminin hörmətinə, günahlarımızın üstündən əffəqiləni çəkinən. Allah aqibətimizi xeyirli etkinən. Allah bizi bağışlamamış tövbəsiz qəbr evinə aparmaginən. Allah boynumuzda haqq olan valideynlərimizi haqqa hidayət elə. Dünyasını dəyişənlərə rəhmət elə. Allah iltiması dua ediblər. İlahi, o əlacsız xəstələrə öz sonsuz qudrətinlə acil şəfa kəramət etkinən. Allah qəlbimizi, dilimizi öz zikrinlə oyatkinən. Allah sənin dərgahına uzadılan bu günahkar əlləri naümid sinəmizə qaytarmaginən. Allah kimin nə hacəti varsa hacətlərin rəva elə. Şəhidlərimizi İmam Əliyə qonaq elə. Qazilərimizə İmam Əli hörmətinə acil şəfa ver.
Allah bu vətəni, bu xalqı, bu milləti əmin amanlıqda saxla ginən. Allah bu xalqın ürəyindən Əhl-i-Beyt sevgisini çıxartma ginən. Allah sənə ant verirəm öz izzətinə, bizim izzətimizi əlimizdən alma. Allah bizi qiyamət günündə Əhl-i-Beytin yanında, Peyğəmbərin yanında xəcalətdə eləmə. Dünyada ziyarətlərin, axirətdə şəfaətlərini bizə nəsib elə. Ərbəyin ziyarətini nəsib elə. Allah dünyanın hər bir yerində müsəlman ölkələri, müsəlman xalqını özün əmin amanlıqda saxla ginən. Allah müsəlmanlara zülm edənlərin zülmün öz başlarında çatlat. Allah məzlumların o ahına, o nalələrinə xatir ilahi zalimları məhv nabud etkinən. Allah sənə ant verirəm öz Allahlığımın hörmətinə ilahi dünyasını dəyişən alimlərimizi, üləmalarımızı bu ayın rəhmətindən feyziyab elə. Allah sənə ant verirəm öz Allahlığımın hörmətinə ilahi yaxınlarımızı, əzizlərimizi, dostlarımızı, qonşularımızı öz yolu və hidayət etkinən. Allah İmam-ı Zamanının qəlbimizdən razı elə, onu görməyi bizə nəsib elə. Allah o Həzrətin Zuhurun xanım Zeynəbin həqqinə təcil etkinən. Allah sənə ant verirəm öz Allahlığımın hörmətinə mərhum hacımızın ruhun Həzrəti Əli əleyhissalama qonaq etkinən. بحق محمد وآله بحرمة سورة المباركة الفاتحة مع الصلوات.